Azərbaycandakı ermənilərin başçısı Razmik. Ramizin adı Razmikdir. Familiyası da Markaryandır. Ciddi deyirsən? Tabii ciddi deyirəm mən. Bu versin məhkəməyə. Razmik Markaryan. Bizim rayonları Ali Başkomandanımız aldıqca bunlar yasa batmışdı. Ona görə ki, hamısı ermənilərlə qohumdur. Sırası Qalinanın qardaşı oradan zəng edildi ki, ya Ramizin dayısı zəng edildi ki, Akop kişi, Rancik hara baxırsan? Azərbaycan hakimiyyətinə nə qədər bir millətin nifrət elədiyi kadrlar var. Hamısını Ramiz qoyubdu, Punnalıq qoyubdu. Elə sırıyıqdı ki, bir ondan qutaramır ölkə prezidenti. Siz bir dənə erməni haperini burada aparıb səri salmaq bəyəm, o qədər mi sizin çətildi? Onun oğlu niyə işləməlidir müəyyən nazirliklərdə nazir mavini? Niyə olmalıdır o burada, oturmalıdır orada? Nəyə görə? Onun arvadının büyük məhkəməsidir, onun arvadını niyə səri qoymamalıdır Qalinanı? Kimdən artıqdır? Mənim həmkərarıma da deyirəm, Ramiz Mehdievin tuqtasına getməyib. O ölü bir meyitdir. O düzdür, orada burada deyir ki, Biden 78 yaşında gəldi, mənim bundan da cavanam, axşamı da qanımı dəyişdirəm. Sənin qanın qara gəlsin, sən bu millətin qanını sorur.